Dostlar salam, yepyeni bir videoma hoş geldiniz. Bu videomuzda dostlar Stornov etkinliğinde olan Boşluk Efendisi Finks kostümünü açacağız. Bu kostümü yoxlayacağıq ve 10 üzerinden puan verəcəyik ve bir de şanslı günde olan 6 tane Stornova hediyesini açacağıq ve tuhaf şeyler dükkanında olan ücretsiz ödül açacağıq dostlar. Kısaca çok şey edəcəyik, onu da keçək videomuza. Ben dostlar gördüğünüz gibi oyunumuza keçdik ve Ciddi olamazsın abi. burada ilk önce beleş ödülden başlayacağım ve gördüğünüz için burada ücretsiz yazılıb. Məncə buradan destansı kostüm gələcək dostlar. Tamam. İnandım tamam. Bəs sizə nə gələcək onu da yanınızda tutmağı unutmayın. İndi keçək asılma dostlar. İlkindən baxaq. Yox, ilkində deyil. Ücretsiz. İkincisində də deyil. Üçüncüsündə ücretsiz. Oo, gizemli, qəşəng. Amma məndə bayramın daha yaxşı kostüm var. A few moments later. Ve gördüğünüz gibi dostlar sirk sunucusu bayram kostümümüz geldi, əsas rengi sirk. Şimdi ve ben dostlar geldiği əsas məsələyə burada gördüğünüz gibi 48 hasar vursaq bu kostümü alacağıq. Gördüğünüz gibi bu haritada dostlar ve bu haritada oyunuma girirəm, inşallah udaram. Ve buradaki karakterlerden birine gələr ki, mən qoy bu kostümü aça bilim, yoxsa ikinci oyuna qalacaq. Getdik oyunumuza. Ve bu arada biraz narahat danışa bilərəm, elə istəyirsiniz çünkü təzə mikrofon getmişim ve öyrəşməmişim. Əlimi hökmən tutmalıyam ki, biraz rahat olum dostlar. Ona görə A few minutes later. 2 nəfər qaldı və oyunu utduq demək olar. Dragon da botdu, yox Fuad. Dragon bot idi, Fuad onu öldürüb. Fuad isə oyuncu yəqin ki. Öldürsə qəşəng olacaq. Baxa görək oldu. Ayda, heç olmaz dostlar. Şimdi buradan Stornov hediyesi açacağıq və baxaq görək kostüm gələcəkmi, yoxsa gəlməyəcəkmi? Açılsa indi əgər. Dostlar, Bismillahirrahmanirrahim deyib bastıq. Ayda. Yaxşı bir şey yazdı dostlar, baxaq. Bu nədir? Emzə kostüm, bu nədir? Yox, başqa bir şey. Oo, Penny'e gizemli kostüm qəşəng. Bir oyun qaldı dostlar. Onda hasar niyə dəymədi? Son bir oyun kaldım dostlar ve onu da tez hasar değmedi. Onu tez oynayıp gələk. Gördüğünüz kimi oyunu unuttum ve özümü öldürəcəm çünkü onunla uğraşmağa vaxtım yoxdur. Ve indi Stornova'dan nə gəldirsə gəlsin, o kostümü alacağıq dostlar. Bəli dostlar, gördüğünüz kimi Stornova geldi ve baxa görə nə çıxdı? Sprey. Ve gördüğünüz kimi bu kostümü aldıq dostlar. İndi gələcəkmi? Gəldi. Qəşəng dostlar. Əla bir şəkildə kostümümüzü aldıq. Bəli dostlar, gördüyünüz kimi çox qəşəng bir kostümdür. Hətta mən də ən sevdiyim savaş kimi Finks eləyəcəm. Çünki savaş kartıma çox yaraşacaq bir kostüm oldu dostlar. Bəli dostlar, baxın görün necə oldu. Məncə əla oldu Finks bu kostümü. Və Finks'lə bir oyununa keçək. Belə baxanda animasyonları hələ görməmişəm, amma belə baxanda 10 üzərindən 8 verirəm. İndi animasyonlarına keçək, baxa görə neçə verəcəm. Və ilk vuruşumuzu elədik dostlar və animasyonun çox da fena deyil. Qəşəng deyil. Oyunda görünüşü çox qəşəng bir kostümdür. Məsələn, baxın görünüşü çox əladır. Animasyon da yəni onda 6 filandır. Yəni o qədər də çox uğraşmayıblar. Daha yaxşısını eləyə bilərdilər. Ulti animasyonu çox əladır dostlar. Ulti animasyonu çox bəyəndim. Ölmədik. Bunu öldürsək çox qəşəng olacaq. Çox qıcıq eləyir adamı, qəşəng öldürdük. İkinci yer və birinci yer ola biləcəyimi dostlar? Baxa görək, məncə ola bilməyəcəyik. Çünki Surge antimizdir deyə bilərik. Amma yaxşı oynasaq ola bilər əlbəttə və gördüyünüz kimi öldük. Və bəli dostlar, videomuz buraya qədərdir. Məncə çox əla bir kostümdür və videomu buraya qədər izləyən biri varsa, yorumlarda ID yazsa onu arkada çekləyəcəm. Və Stornova hediyesindən də 300 güc puanı çıxdı. Bir də gördüyünüz bir insan qatarda gördüyünüz bu kulübə kim gəlsə onu qəbul edəcəm dostlar. İyi.